Dəniz şiri, pingvinlər, qutanlar paytaxtın mərkəzində inanılmazdır. Amma bu reallıqdır. Bəs onları bura gətirən səbəblər nədir? Nərmin Adilqızı bu səbəbləri açıqlayacaq. Oktyabrın 31-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq. Rusiya Federasiyasından dəvət olunmuş sirk ustalarının proqramı Lastarika adlanır və onlar şəhərimizdə ilk dəfə çıxış edəcəklər. Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, sirk şouda ilk dəfə olaraq pingvinlərin atraksiyonu və qutanlarla nömrə nümayiş etdiriləcək. Proqrama həmçinin hamı üçün maraqlı olacaq dəniz şirlərinin teatrı, atlar, meymun və tutuquşlar, hava gimnastları, motosikl, korda balet, şənklon və digər nömrələr daxildir. Xüsusi süjetlə qurulmuş bir proqramdır. Lap tamaşanın əvvəlindən tamaşaçılar dəvət olunurlar gəmi ilə dəniz dünya səyahətinə və nömrələr elə qurulub ki, süjet elə qurulub ki, getdikcə bunlar Fransada olurlar, Amerikada olurlar və s. və ta ki Lastarika adasına gəlib çıxana kimi. Pingvinlərin təlimçisi də elə bu heyvanlarla işləməyin çox maraqlı olduğunu bildirdi. Onlar özünü çox yaxşı aparır. Demək olar ki, ev heyvanlarıdır. Biz onları çox sevirik. Pingvinlər də insanları sevməklə yanaşı ünsiyyətdə olmağı xoşlayırlar. Biz onları çətin nömrələri yerinə getirməyə məcbur etmirik. Sadəcə tamaşaçılara xoş olur. Onları izləmək elə pingvinlərə də səhnəyə çıxmaq xoşdur. Lastarika sirk şousu noyabrın sonlarına dək nümayiş etdiriləcək. Biletləri sirkin kassalarından əldə etmək olar. Qiymətlər isə yerlərə görə dəyişir. 8 manatdan 15 manata qədər olan biletləri isə cibinizə uyğun olaraq əldə edə bilərsiniz.